Salam əziz dostlar, hörmətli elm, poeziya, şeir severlər, kanalımızın dəyərli izləyiciləri, abunəçiləri, əziz, hörmətli, çox dəyərli həmvətənlər, yurttaşlar. Həkim, müəllim, yazar, şair İlqar Tağoğlu Tağıyevin YouTube'da İlqar Unusluq kanalında xoş gördük sizləri. Əziz dostlar, bildiyiniz kimi hər dəfə ki görüşümüzdə sizlərə yeni, maraqlı, xoşunuza gələcək, zövqünüzə oxşayacaq, dövrümüzə, zəmanəmizə uyğun fəlsəfi məzmunlu şeirlər, qəzəllər, təmsillər, müdrik kəlamlar, hikmətli sözlər, deyimlər, o cümlədən ölkəmizin görkəmli elm adamları, elm xadimləri, görkəmli alimləri, şəxsiyyətləri, dahi şairləri, yazıçıları və s. haqqında maraqlı videolar çəkərək paylaşıram. Və ümid edirəm ki, paylaşdığım videoları bəyənirsiniz. Əziz dostlar, bəyəndiyiniz videoları like etməyi və YouTube'da İlqar Unusluq kanalına abunə olmağı da unutmayın. Sizlərə qabaqcadan təşəkkür edir və minnətdarlığımı bildirirəm. Əziz dostlar, bu dəfə sizlərə özüm haqqında video paylaşmaq istəyirəm. Belə ki, fəaliyyətim nəticəsində elmi və bədii ədəbiyyat sahəsində göstərdiyim fəaliyyət nəticəsində bir çox mükafatlarla, fəxri fərmanlarla, diplomlarla, sertifikatlarla təltif olunmuşam və bunlardan bəzilərini sizlərə göstərmək istəyirəm. Belə ki, bildiyiniz kimi 93-2005-ci illərdə Bakı şəhərinin müxtəlif səhiyyə idarələrində, o cümlədən təhsil tibbi yardım stansiyasında çalışmışam və 2006-cı ildən bu günə qədər Qusar rayonunun Düstahir kənd və Böyükmürük kənd tam orta məktəblərində müəllim kimi fəaliyyət göstərirəm. Həkim, müəllim, yazar, şairəm. Əziz dostlar, elmi, metodik, bədii fəaliyyətimi, yaradıcılığım yüksək qiymətləndirilib və bir çox təşkilatlar tərəfindən fəxri fərmanlarla da təltif olunmuşam. Belə ki, 2009-2010-cu tədris ilində göstərdiyim elmi pedaqoji fəaliyyətlərə görə aldığım fəxri fərmanlardan biri. Bax, belədir, görürsünüz. Və bundan başqa demək olar ki, 2008-2009-cu ildən bu tərəfə hər il fəxri fərmanlarla təltif olunmuşam. Fəxri fərmanların sayı 10-dan çoxdur, diplomların sayı 7-dən çoxdur və müxtəlif sertifikatlar almışam. Bunlardan biri də 2011-12-ci tədris ilində yenə elmi pedaqoji fəaliyyətinə görə, təhsildə qazandığı uğurlara görə Təhsil Nazirliyinin xüsusi fəxri fərmanı ilə təltif edilmişəm. Və növbəti tədris ilində yenə 2012-13-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Qusar rayon təhsil sektorunun fəxri fərmanlarına layiq görülmüşəm. Əziz dostlar, bundan başqa bildiyiniz kimi ölkəmizin qurucusu, ulu öndər, ümummilli liderimiz Heydər Əliyev haqqında yazdığım monoqrafiyada dövlət qurumları tərəfindən yüksək qiymətləndirilib və bu haqda da fəxri fərmanlarla təltif edilmişəm. Bunlardan biri də yenə Təhsil Nazirliyinin və Qusar rayon təhsil şöbəsinin təqdim etdiyi fəxri fərmandır. Gördüyünüz kimi bu formadadır və Tağıyev İlqar Tağoğlu Düstahir kənd tam orta məktəbinin ali dərəcəli biologiya müəllimi, məktəblər arasında ümumi lider Heydər Əliyev irsinin öyrənilməsində fəal iştirakına və yaratdığı samballı əsərə görə təqdim olunur. Və bundan başqa ölkəmizin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının üzvüyəm, bildiyiniz kimi 2019-cu ildən və Yeni Azərbaycan Partiyasının tərəfindən də Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı xüsusi fəxri fərmanla tərtib edilmişəm. Gördüyünüz kimi fəxri fərmanı sizə göstərirəm. Fəxri fərman Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı tərəfindən verilib. Tağıyev İlqar Tağoğlu Düstahir kənd tam orta məktəbinin müəllimi, məktəblilər və müəllimlər arasında ümumi lider Heydər Əliyev irsinin öyrənilməsində fəal iştirakına və yazdığı samballı əsərə görə təltif olunur və Qusar rayon Yeni Azərbaycan Partiyasının sədri David müəllim İbrahim Xəlilov tərəfindən verilmişdir və ona da öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əziz dostlar, bundan başqa bir çox sertifikatlar da almışam.
Bəzilərini sizlərə göstərmək istəyirəm. Belə ki, 2011-ci ildə öyrədənlərin öyrədəni, türklər buna hoca deyir, yəni müəllimlərin müəllimi statusu verilmiş və xüsusi sertifikatla təltif olunmuşam və bu barədə də müəllimlərə lazım olan məsləhətlər verir və dərs keçirəm. Və bundan başqa müasir təlim texnologiyalarına bağlı konferanslarda, simpoziumlarda, kurslarda iştirak edirəm. Elmi praktik konferansların bir çoxunun iştirakçısı olmuşam. O cümlədən ekologiya ilə bağlı, kimya ilə bağlı, biologiya ilə bağlı müasir dövrdə tələb olunan aktual problemlərin həlli ilə bağlı keçirilən elmi praktik konferanslarda Bakı Dövlət Universitetində, Pedaqoji Universitetdə, o cümlədən Müəllimlər İnstitutunda və s. keçirilən konferansların, simpoziumların, seminarların iştirakçısı olmuşam və həmçinin orada da xüsusi elmi məqalələrlə, əsərlərlə çıxışlar etmişəm və bununla bağlı da yenə xüsusi bir sertifikatla təltif olunmuşam və görürsünüz. Bundan başqa hələ təhsil sistemində fəaliyyətə başladığım ilk illərdə, yəni 2006, 2005, 2006-cı illərdə belə Təhsil Nazirinin, yəni görkəmli alimimiz, o vaxtki təhsil nazirimiz, keçmiş təhsil naziri Misir Mərdanovun xüsusi əmri ilə yenə sertifikatla təltif olunmuşam. Görürsünüz sertifikatı və burada da yenə xüsusi diplom və fəxri fərmanlar nazirlik tərəfindən təqdim edilmişdir. Əziz dostlar, bu təltifləri saymaqla özümü reklam etmək, şöhrət olmaq istəmirəm. Bildiyiniz kimi şöhrətpərəstliyin, rüşvətxorluğun, o cümlədən özünü bəyənmənin əleyhinəyəm və yazdığım şeirlərdə də bunu aydın görə bilirsiniz. Paylaşdığım şeirlərdə də bunu aydın görə bilirsiniz. Bunları göstərməklə onu demək istəyirəm ki, qismən də olsa göstərdiyimiz fəaliyyət qiymətləndirilir, dəyərləndirilir və bundan ötürü də əlaqədar təşkilatlara təşəkkür edir, minnətdarlığımı bildirirəm. Yəni demək istəyirəm ki, ruhdan düşmək lazım deyil. Hər bir çətinliyin sonunda qələbə qazanılır. Möhkəm iradə, möhkəm əzm göstərmək lazımdır və bu fəaliyyətin sonunda hökmən göstərdiyiniz əziyyətin, çəkdiyiniz zəhmətin barını, xeyrini görəcəksiniz. Əziz dostlar, son olaraq sizlərə 2023-cü ilin son ayında çap edilmiş şeirlər kitabımı təqdim etmək istəyirəm və bu kitab əksəriyyət poeziya şeir sevərlərin xoşuna gəlir. Eşitdiyimə görə, bildiyimə görə və bu kitabda müasir dövrümüzə, zəmanəmizə uyğun bir çox maraqlı, fəlsəfi məzmunlu şeirlər, qəzəllər, təmsillər öz əksini tapıb, o cümlədən vətənimiz haqqında, doğma vətənimiz Azərbaycan haqqında, qəhrəman əsgərlərimiz haqqında, şəhidlərimiz haqqında, gözəl peşə sahibi olan həkimlərimiz haqqında, fədakar müəllimlərimiz haqqında, bir çox ixtisas peşə sahibləri haqqında gözəl, maraqlı şeirlər, təmsillər, qəzəllər yazaraq təqdim etmişəm və bu şeirlər kitabı da bax belədir, ön görünüşdə nəfis tərtib olunmuş bir əsərdir. Poeziya işığında adlanır əsər və kitabın arxa tərəfində də fotorəsmim və yaradıcılığım haqqında qısa məlumat verilmişdir. 200 səhifədən ibarət olan bu əsərdə son 10 ildə yazdığım şeirlər silsiləsindən seçilərək çap olunması məsləhət bilinən bəziləri dərc edilmişdir və kitab həm orta məktəb şagirdləri, həm ali məktəb tələbələri, həm Pedaqoji Universitetin Ədəbiyyat Fakültəsinin tələbələri üçün, o cümlədən poeziya şeir sevərlər və geniş oxucu kütləsi üçün çox maraqlı və faydalıdır. Kitabı əldə etməyi və oxumağı, mütaliə etməyi məsləhət görürəm. Əziz dostlar, dinlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Əziz dostlar, bəyəndiyiniz videoları, bəyəndiyiniz şeirləri, paylaşmalarımı like etməyi, o cümlədən YouTube'da İlqar Tağıyev, İlqar Unusluq kanalına abunə olmağı da unutmayın. Sizlərə təşəkkür edir və minnətdarlığımı bildirirəm. Əziz dostlar, gözəl günlər, xoş istirahətlər diləyi ilə sağ salamat, xoşça qalın.